böyük marketlərin birində belə bir sac gördüm. Soba üstündə sac qoymuşdular. Mənə maraqlı gəldi. Mənə bu maraqlı gəldi. Deməli, marketdə baxıram, sobadır, sacdır, belə şey görəmişdim. Mən də fikirləşdim ki, zaten bekarçılıqdır bir ay ərzində. Bu şeyi aparım evə, YouTube kanalımda çəkim, iş-düş eləyim, işqulaq eləyim, burada kommentariyasında motivasiya olsun bir ay ərzində. Aldım, apardım evə, çəkdim, PO çırtması eləmişdim orada, qoydum YouTube'a və YouTube'da ən çox yazırdılar ki, nə gözəl dadlı pişirmişsiniz, resepti nə gözəldir, amma indi isə başqa cür yazırlar. Bu məhsulu hardan almışsınız, nə gözəl məhsuldur, necə əldə edə bilərik? Görün, tələbat yarandı məhsulla, mən axtardım, məhsul desəm bu idi. Mən də sual qoydum YouTube'da ki, biz əziz izləyicilər, bu cür məhsul satışını biz reallaşdırsaq, almaq istədinizmi? Sorğu qoydum. Yüzləri kommentlərə, bəli. Deməli, o vaxt necə idi məsələ? Pandemiyada hamısı qapılmışdı evlərinə, rayona getmək olmaz, çölə çıxmaq olmaz. Heç nə olmaz idi, ancaq evdəsən. Və təbii ki, cəmaat yayda haçan çıxırdı, rayona çıxırlar. Bu yay ərəfəsi idi. İndiki yadıma gəlir, qızğın yay idi. Hamı yanır getmək üçün rayonlara, amma heç kim gedə bilmir. Və mən birdən-birə bu məhsulu paylaşdım və tələbat gördüm. Və gördüm ki, yüzlərlə kommentlərə gəldi ki, biz hardan almışsınız, necə almışsınız, falan zat. Dedim, ya Rabbi, bir dənə əlimə qalıb dua elədim. Bir dənə bunun kökünü tapsam kim düzəl? Baxıram, cex malıdır, cexdə düzələn bir şeydir. Ya Rabbi, bunun bir dənə mənə kökünü göstərərdin. Mən ondan tapardım da bunu. Düşünürəm ki, adını çəkməyəcəm, marketdən soruşsam deməyəcəklər. Bəlkə o tərəfdə hansı cexlər düzəldi, axtarım eləyim. Bu minvanla keşif bir həftə üstündən keçdi. Bizim məhəlləmizdə bir market var idi. Məsələn, dəmirdən lazım oldu mənə. Mənə market yəsi şey verdi ki, nömrəni ki, bizim qonşumuz filankəs müəllim cexi var, dəmir cexi. Ona isə yaxınlaş. Bunu deyəndə mənə də saç dəstə ağlıma gəldi. Nömrəsini aldım, WhatsApp-a göndərdim. Dedim, adı Tahir bəydir. Dedim, Tahir bəy, belə bir məhsul var əlimdə. Siz bunu pandemiyada dolanışıq yoxdur, evdə hamımız. Mən bunu belə deyim də, o bizə buraxılan 3 saat ərzində sata bilərəm, çıxıb da verib gələ bilərəm də. Bu məhsul ortaya çıxartsa, mən satışın marketing təşkil edeyim. O da at bala baxımda olan şeydir o. Yaşlı bizim müəllimimiz deməli. Atdım ona şəkli də qoydum belə bağa, attım özünə. Qayıd nədirsə yaxşı mənə. Qardaşım, bunu hələ mən düzəltmişəm, harada tapmısan bunu? Sən də makacı bunu düzəldin, mənim qonşummuş, xəbərim yoxdur, cex. Adım nə gözə, necə duam eşidildi mənim. Dedim, sağ bala, sizin yanınızdayım.